Hər birimiz təbiətin gözəlliklərini və sirlərini araşdırmağa maraq duyuruq. Amma əslində hər birimiz bu qədər böyük və möhtəşəm bir sirrin varlığından xəbərdar deyilik. Bugünkü hekayəmiz Vyetnamın Quang Binh əyalətində yerləşən Son Doong mağarasından gəlir. Bu dünyanın ən böyük təbii mağarası olaraq tanınır və içindəki sirlər insanlar üçün bir təbiət möcüzəsi olaraq qalır. Əvvəlcə mağaranın necə kəşf edildiyini danışaq. 1991-ci ildə yerli bir fermer Ho Kang dağlıq ərazidə yürüyüş edərkən təsadüfən mağaranın ağız hissəsini tapıb. Lakin o zamanlar mağaranın nə qədər böyük olduğunu və nələrə sahib olduğunu bilmirdi. Hətta o əsl yerini də unutmuşdu. Bu sir 2009-cu ildə yalnız Britaniya Mağara Araşdırmaları qrupu tərəfindən açıqlandı. Onlar mağaranın içini tam olaraq tədqiq etdikdən sonra Son Doong dünyanın ən böyük təbii mağarası kimi qeydə alındı. Baxaq görək bu mağara həqiqətən nə qədər böyükdür. Uzunluğu 5 kilometr ölçülür. Bu yalnız mağaranın əsas keçididir. Hər bir hissəsi ayrı bir dünyadır. Yüksəklik. Bəzi yerlərdə mağara 200 metr hündürlüyə çatır. Bu demək olar ki, 70 mərtəbəli bir göydələnin hündürlüyü ilə müqayisə oluna bilər. En. Mağaranın bəzi hissələri isə 150 metr enindədir. Yəni çoxlu insanın içərisində rahatca yer tapa biləcəyi qədər genişdir. Bu mağara özündə nə gizləyir? İçəridə yalnız daşlardan ibarət bir yer gözləməyin. Son Doong hətta təbiətin özünün yaratdığı möcüzələrə ev sahibliyi edir. Stalaktitlər və stalagmitlər. Bəzi stalaktitlər burada 70 metrə qədər hündürlüyə çatır. Bu da onu dünyadakı ən böyük stalaktitlərdən biri edir. Bu möhtəşəm daş quruluşları mağaranın daxilini çox təsirli edir. Mini yağış meşəsi. Mağaranın bəzi hissələrində öz yağış meşələri var. Günəş şüaları çökən tavanlardan içəriyə daxil olur və bu işıq yağış meşələrinə xüsusi bir cazibə bəxş edir. Bu meşələrdə nəhəng, sıx bitkilər böyüyür, həmçinin tropik canlılar yaşayır. Mağara çayı. Son Doong mağarasının içindən çay axır. Bu çay mağaranın öz təbii ekosistemi ilə uyğunlaşmış bir xüsusiyyətdir. Onun ətrafında həyatın necə inkişaf etdiyini müşahidə etmək qeyri-adi bir təcrübədir. Buludlar və dumanlar. Hər hansı bir mağarada görməyəcəyiniz bir şey, buludlar. Bəzi bölgələrdə mağaranın yüksək hissələrində təbii olaraq buludlar əmələ gəlir. Bu mağaranın içində xüsusi iqlimin nəticəsidir. Yeni canlı növləri. Son Doong mağarası hələ tam olaraq tədqiq olunmayıb. Araşdırmalar göstərir ki, burada hələ kəşf olunmamış yeni canlı növləri və mikroorqanizmlər mövcud ola bilər. Bir çox insan bu mağaraya səyahət etmək istəyir. Amma bu heç də asan deyil. Son Doong mağarasına getmək üçün əvvəlcə icazə almalı və xüsusi turlar vasitəsilə ekspedisiya etmək lazımdır. Bu dünyanın ən böyük təbii mağarası olaraq tanınır. Hər il yalnız bir neçə yüz turistə mağaraya girməyə icazə verilir və bu turlar yalnız professional bələdçilər və tədqiqatçılarla təşkil olunur. Bu tur adətən 4-5 gün davam edir. Tur iştirakçıları meşələrdən keçib, çayları aşıb mağaraya daxil olurlar. Yüksək çətinlik səviyyəsinə malik bu ekspedisiya həm fiziki, həm də psixoloji olaraq böyük bir sınaqdır. Mağara içində bir neçə yerə qalxmaq, böyük daşları aşmaq və hətta çayları keçmək lazım gəlir. Bütün bu çətinliklərə baxmayaraq, bu səyahət dünyada yalnız az sayda insanın həyata keçirə biləcəyi bir macəra təklif edir. Bəzi mütəxəssislər bildirirlər ki, Son Doong mağarası yaxın gələcəkdə təbiətin özünü yarada biləcəyi tamamilə yeni ekosistemlərə ev sahibliyi edə bilər. Elə bu səbəbdən mağara həm tədqiqatçılar, həm də təbiət sevərlər üçün çox böyük bir önəmə malikdir. Əslində Son Doong bizim təbiətə necə kiçik olduğunu anlamağımızı təmin edən bir yerlərdən biridir. Mağaranın qorunması böyük əhəmiyyət daşıyır. Hətta bəzi yerləri burada bir gün turizmin daha da inkişaf edəcəyini, lakin təbiətin zərər görməməsi üçün çox ciddi tədbirlərin görülməsinin vacib olduğunu bildirirlər. Bu mağara təkcə dünyanın ən böyük təbii mağarası olmaqla kifayətlənmir. Son Doong həm də bir ekosistemdir. Burada təbiətin necə təkamül etdiyini görmək, bəşəriyyətin təbiətə olan hörmətini artırır. Həmçinin burada tapılacaq yeni növlər və bioloji müxtəliflik tədqiqatçıların gələcəkdə böyük kəşflər etməsinə imkan verəcək. Son Doong bizə bir daha göstərir ki, yer kürəsi hələ də böyük bir sir dağarcığıdır. Bütün bu təbiət möcüzələri bizə təbiətin nə qədər qüdrətli və möhtəşəm olduğunu bir daha xatırladır. Bu mağara həmçinin hər birimizin təbiətə daha çox hörmət etməli olduğumuzu, onun dərinliklərində nələrin gizləndiyini anlamadan öz həyatımıza davam etməməli olduğumuzu bir mesaj kimi təqdim edir. Əgər bir gün bu mağaraya səyahət etməyi planlaşdırırsınızsa, bu macəra həyatınızın ən unudulmaz anlarına çevriləcək. Bu cür heyrətamiz və sirli təbiət möcüzələri barədə daha çox məlumat almaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Abunə olun və bildirişləri açaraq yeni videolarımızı izləməyə davam edin. Bizimlə birlikdə yeni sirlər və təbiət möcüzələrini kəşf etməyə başlayın. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər.